verməyə, sabah şəxsən sizin səhər canlı yayında mənim və şərəf və ləyaqətimə, nüfusuma xələl gətirdiyinizə görə Arzu xanım, şəxsən Müjganı sizdən şikayət eləyəcək. Eləyərsiniz. Salam aleykum. Bir dəqiqə zəhmətinizə salam. Hər vaxtınız xeyir olsun. Vəkilimizi salamlayıram, xanımları salamlayıram. Salam. Sadəcə Orxan bəy bir şey demək istəyirəm. Bayaqdan qulaq asıram, o qədər gülürəm ki, bu xanımların ikisinin də üzr istəyirəm aktrisalığına. Mən şəxsən bunlara belə deyim də xalq artisti adı verərdim. Ona görə ki, birinci sənə veriləcək. Arzu xanım deyirlər. Bu da xanım deyəndə biraz insan özü-özünə belə baxır, tərəddüd edəcək xanım. Okey. Və bir şey demək istəyirəm ki, mənim öz vəkilim belə bir həftə öncə mən o Arzunu, yəni İlduzəni, daha doğrusu İlduzəni məhkəməyə vermişəm və müraciət eləmişik. Deməli, bayaq mən vəkilimizin danışıqlarını dinlədim. Çox düzgün vurğuladı ki, ad çəkilməyibsə, biraz məhkəmə daha uzun müddətli olur və daha olur da, yaxşı olmur. Amma mən şəxsən düşünürəm ki, İlduzəni məhkəməyə verməyimlə burada qalibiyyət qanun tərəfindən mənə gələcək. Ona görə ki, atasının 8000 insanın içində mənim və qız evladımın şəxsiyyət və ləyaqətini alçaltmasına görə birinci vermişəm məhkəməyə. İkinci isə İlduzənin, yəni Arzu deyilən bir xanımın mənim və qız evladımın şəklini paylaşaraq, adını üzərinə yazaraq onu şəxsiyyət və ləyaqətini alçatmasına görə vermişəm. Burada danışmaq məncə çox gözəldir. Mən onu düşünürəm ki, qanun qarşısında sən nə cavab verəcəksən? Mənim 15 yaşında qızımı atdığın şər böhtana görə və cəmiyyət içində mənim adımı... Mənə də Gülyabani deyirdi. Mənə də Abbas Gülyabani deyib. Onu da deyəcəm. 95. Üzr istəyirəm. Bir şey demək istəyirəm ki, Orxan bəy, siz özünüz də azdan çoxdan məni tanıyırsınız bu platformada. Mən hər şeyə susub qıraqdan baxıram. Özünüz bilirsiniz ki, əvvəl bir münaqişə olmuşdu da bir xanımla, yadınızdadır da bizim o məsələ. O vaxtı siz də çox yanımızda oldunuz. Bir dəqiqə üzr istəyirəm. O fikrin bildirsin, mən bildirəcəm. Ekdə baxarsın. Hayır. Canlı bəyənmişsiniz. Alo, üzr istəyirəm. Deməli, o xanımla olan münaqişəni bilirdiniz və mən orada o qədər tək qalmışdım. Mən danışası o qədər sözüm var ki, mənim sadəcə susub sığınıram Allaha və sığındım da. O xanım mənim yadınızdadırsa, o xanım mənim üzərimə necə gəldi, onun tərəfində olan insanlar, hətta Arzunu belə mənim üstümə salmışdı o xanım. Mən o qədər tək qalmışdım, bir evladım mənim 3 gün ac qaldı, onlar onu düşünmədilər. Mənim 15 yaşında qız evladım ac qaldı və hər kəsdən üzr istəyirəm. Duşa girdi mənim qızım. Hamamın kabini, mən danışanda hələ də bədənim əsir, hamamın kabini uşağın üstünə gəldi, töküldü. 20 manatı var. Bu söhbətlər o keçmişdəki söhbətləri Bir şey demək, yox, söhbət nədən gedir? Söhbət ondan getmir, keçmiş deyə bir şey yoxdur. Orxan bəy, əgər dinləyirsinizsə, zəhmət olmasa tam olaraq dinləyə. Söhbət nədən gedir? Söhbət bu xanımların burada bu cür danışmağından gedir ki, haqq ədalət deyirlər. Haqq ədaləti birincisi, haqqı Allah göstərəcək, ədalətli olmadığıyla bizim dövlətimiz, qanunlarımız göstərəcək o insanlara. Və xanım deyirlər. Mən xanım olaraq birincisi Azərbaycanın vitse-prezidenti birinci xanımın Mehriban xanım Əliyevaya mən xanım deyirəm. Yəni burada oturandan heç birinə mən xanım demirəm. Heç vaxt demərəm də. Bilirsiniz nəyə görə? Onlar belə pis çıxmasın. Şəxsən mənim üçün hər kəsin bir şəxsi fikir var. Ya bilmirəm bu təhqir kimi qəbul olunmaz, amma mənim fikrim təhqir kimi deyil. Mən şəxsən o Arzu xanım deyirlər. Onu mən bir xanım kimi görmürəm. Bir xanım da olar. Fikri bildir. Sən xanım adına bir dəqiqə ləkəsən. Çünki sən öz qız evladın var mənim qızımın yaşında. Sən o qız evladını düşünsəydin, mənim 15 yaşındakı qız evladım hamama üzr istəyirəm girəndə bir dənə onu bilirəm ki, mən yerə dizlərimi atdım. Dedim, Allahım, balamın qapını açanda balamın ölüsünü görəcəmsə mənim canım al burada. Siz mənə o anları yaşatdınız həmin an. Və bunu elə bilirsiniz, bəlkə o sənin o kimisə qəza törədilməsi, bu qədər işə düşməyin durduq yerədir. Haqqıma girdiyinizə görədir. Balamın haqqına girdiyinizə görədir. Və hələ bu belə qalmayacaq Arzu. Xanım, siz burada danışdınız, qulaq asın. Bəlaların bəlasını verməsə mən Azərbaycandan baş götürüb gedərəm. Bunu bilin. Gedərsiniz. Siz xanımlıqdan danışırsınız. İndi siz də dinləyin. İndi siz də dinləyin. Siz də dinləyin. Mən bir şey də deyim ki,
İnşallah bu deyin. yaxınlarda sizi dəvət eləyəcəklər lazım olan orqanlar. Mən ondan Orada heç vaxt bütün qaçmaram, heç 16 vaxt qaçmaram. dənə atanız barədə vəbşə həbs qərarı verdirmişəm. Konkret demişəm ki, Hə, yaxşı verərsiniz xanım, yaxşı bilirsiniz verərsiniz. nəyə? Atanı, Yaxşı. bir ananı və bir qadını 8.000 nəfərin içində, üzr istəyirəm da, ən Ay. mundar Bir dənə burada fikir bildirim. Bu şəhla ilə bağlı hansı ki deyir ki, atanız belə Bəli. bir insan sual verər ki, bunun başı hardaydı? Bax, başqa Başı sözün hardaydı? gözü. Yaxşı, Sizin gəlin bir mən sizə dəqiqə, belə bir siz söz mənim deyim. Başı hardaydı, keçmişdə sual olan verdiniz. xanım bu haqda əgər bax bu həmən bu söhbəti necə Namiq bəy haqqında da siz fikir bilmişdiniz. Əslində ən başda birinci siz şikayət Namiq bəy eləməliydiniz. haqqında? Kayıtlar durur da mən Orxan bəy hamısını atacağım. Ən birinci elə siz Mən demişdiniz. Namiq bəyi tanımıram. Kimdir o vəbşə? Kimdir o? Hə, şəxsidə də yazmışdı. Namiq bəyə Yəni bu mən haqda sizə deyim, gəlin mən sizə deyim, açıq deyim. Bəli, mən Namiq bəyə lazımı qədərində məbləğ pul göndərdim. Dedim ki, o xanımın ad gününə gedilməsin. Bax bunu mən etmişəm. Bir kişi qızı kimi də deyirəm, puluna minnət. Verdim, demədim. Dedim ki, pulunu göndərildi. Dedim ki, getməsin ad gününə. O da mənə qayıtdı. Dedi ki, mənim köməkçim mənə gec xəbər verib. Bu bir. İkincisi də ki, mənim Qoşaqala restoranının rəhbərliyi ilə orada çalışmışam deyə mən onun xahişinə gedirəm dedi. Yoxsa mən belə yox, sizin xahişinizə getməyib o. Dedim, mən Qoşaqala restoranının xahişinə gedirəm ora. Mən də dedim ki, o zaman mənim göndərdiyim ödənişi geri qaytarın, siz sözünüzdə durmadınız dedim. Çox sağ olun, təşəkkür edirəm. Namiq bəylə də olan yazışmam hələ də məndə durur yəni. Siz buna görə heç bir narahat olmayın. yəni fikir bildirir ki, güya ona ödəniş eləyib. Düzdür? Yox, deyir ki, güya ödəniş eləyib də bunu kayd eləyərsiniz. Yox, birincisi müğənnidir, düzdür? Yox, Müğənnidir. siz deyirsiniz ki, ödəniş eləmisiniz. Düzdür? Ay xanım, biz Və demişsiniz ki, onu- ödənişi qaytarın. Belə bir şaya deyirsiniz də. Elə Hanım, dediniz. bir dəqiqədə, bir də gözünüzü oraya Əli papağın bəli başına qoyub özünüzü ağıllı hesab edib, nə Allah məni məhkəməyə daşıtdırın. bir Yaxşımı? dəqiqə, Bir Asiya dəqiqə. bakalım. Mən Bakalım, onun şimdi başka ilk öncə sözünüz kömək... var. Yox, Məsələn. mən onun köməkçisi ilə danışmışam ilk öncə bu məsələni. Başa düşürsünüz? O da dedi ki, mənim köməkçim mənə bu barədə məlumat verməyib. Siz niyə deyirsiniz ki, Namiq bəyə dedin ödəniş belə elə? Xeyr əzizim, siz səhv başa düşməyin məni. Mən dedim ki, Namiq bəyin köməkçisi ilə danışdım. Ödəniş göndərildi və köməkçisi də dedi ki, özü ilə də şəxsən danışanda dedi ki, məndə bütün mesajlar qalır, narahat olmayın. Dedi ki, mənim köməkçim mənə bu barədə məlumat vermir. Mən toydan çıxmışam, tədbirdən çıxmışam. İndi gedirəm ora, o da ora getməyim ona görədir ki, Qoşaqala restoranının rəhbərliyi xahiş eləyib gəlim ora. Başa düşdünüz indi siz bunu. Durup burada Evet, başka evet. şeye koy, başka Başka- şeyden danışmayın. Tamam, Namik biz Bey'i ben tanımıram. şeyden çıkar. Tanımak da Doğrudan fikrim çıkar. yoktur. Namik Bey'i kenara koyuruq. Görürsün ben ona bir bey kimi, kişi kimi yanaşıram, bey deyirəm. Ona görə də xahiş edirəm, Namik Bey'i qoyun bir kənara. Mənim bura qoşulmaqda səbəbim oydu ki, ana deyirsiniz, qadın deyirsiniz, Azərbaycan qadını deyirsiniz. Vallahi mən də Azərbaycan qadınıyam. Əxlaqsızlıq bu həyatda etməmişəm. Ailəmin, qardaşımın başını aşağı, qız evladımın başını aşağı salacaq bir hərəkət etməmişəm. Məni ailə dağıdan kimi qələmə verdiniz insanların önündə, şər böhtan atdınız, hər bir şey elədiniz. Sadəcə odur ki, əzim, Allah, Allah yenə də Allah. İnanın ki, deyir bu həyatda yaşatdığını yaşamadan Allah heç kimin canını almır. Nələr yaşatmışsınızsa, uca Rəbbim, elə bil ki, hər birimiz bir ananın, atanın 5 evladı olur da. Birinin arasında ayrı seçkilik qoyanda ata ana o birisini cəzalandırır da. Biri o birisini əzəndə, incildəndə. Ana ata o birisini cəzalandırır. Biz də Allahın bəndələriyik, qullarıyıq. Və siz bu qədər mənim üzərimə gəldiniz, düşünmədiniz ki, mən də Allahın yaratdığıyam, bir bəndəsiyəm. Siz bunları heç biriniz düşünmədiniz. Müjgan burada da Allah şahididir. Müjganı da qızışdırdınız mən tərəfə, üzünü də istədi. Dedim Allah bağışlasın. Zuzunu qızışdırdınız mən tərəfə, o da efirdən üzrünü istədi. Dedim əsas odur ki, məndən üzr istəməyin. Əsas odur ki, səhvinizi başa düşmüsünüz. Mənim üçün üzr önəmli deyil. Yəni Arzu, sənin özün də gözəl bilirsən ki, səni kim qızışdırdı mən tərəfə yönləndirdi. Özün çox gözəl bilirsən bunu. Ona Yox, görə də abi. sən də bir anasan, haqla danış, ədalətlə danış. Hər şeyi qoyaq bir tərəfə. Allahın gözündə. Bax, sən əlvi açanda deyəndə ki, 4 balavun meyidi gəlsin, kayıtlar məndə durur da. Durduq Nə yerə düşünürdü ki? demişdim, Durduq yerə Sən demişdim məndən bunu. başladın da danışmağa. Bunu deyəndə Ay sən Arzu, sabah mən- məndən cavab Arzu, gözləmirdin. gəl sənə belə Mən bir səninlə şey- köhnə Orxan söhbətləri bəy. danışmaq istəmirəm. Orxan bəy, Burada siz söhbət özünüz- yenə də ən deyirəm. azından- Bu şayəni siz yaydınız. Orxan Sizdən bəy. sonra Zuzu yaydı. Sonra da başladı Müjgan Orxan bəy. yaymaya. Biz siz niyə? Çünki Çünki Tunadan danışmışam. Çünki qoy mən sizə deyim.
Çünki siz Mən heç bir şayə yazmamışam, məni bir dəqiqə yaratmamışam. qulaq asın. Sizdə bax siz əgər sevilsəydi sizin canlınızda oturub 5-6 min sizə baxardı. 500 nəfər olur canlınız. Bax siz Bu dünya sizin olsun. Ay bax Arzu. onda siz niyə oturub bütün günü məni Dünya müzakirə sizin olsun. edirsiniz? Arzu, qurban olduğum yaradan bu dünya sizin olsun. Yox, Deyil, mən siz heç niyə istəmirəm. oturursunuz yayında? Bu Bax dünya, 3 yayıncı. Mən Niyə ayda məndən bir dəfə danışırsınız? girirəm. Mən ayda ildə bir dəfə girirəm. Elə belə özüm üçün 5 gün girirəm. Sonra da deyirsiniz ki, atası təhqir elədi, belə təhqir elədi. Cavab gözləməlisiniz də. Sizə o vola vermir ki, oturub yayınlarda məndən danışasınız. Arzu, Ora mən səni girdi, çıxdı, tanımırdım, baxın. o otaqdan çıxdı, Bir bu dəqiqə, otaqdan çıxdı, burada o hər kəs oteldən mənim- çıxdı. Yox, Kayıtlar bir sizin dəqiqə. kaydınızdır Bir dəqiqə də da. Arzu, Onun onları qaba bir deyirəm. dəqiqə sözünü Arzu, bitirmə. Mən Onun Orxan bəy, mən sizə 16 dənə videonu göndərərəm. Vaxtınız olanda haçansa, vaxtınız olanda elə belə bir izləyərsiniz o videonu. Sadəcə Arzu, sənin məndən olan problemin bilsən nə oldu? Mən İradə İsaqdan nitq dərsləri almışam. Öz izləyicilərimlə söhbət edirdim ki, mən də qız evladımı qoyacam nitq dərsləri alsın. Bizim hər bir bölgəmizin ləhcəsi var, şivəsi var və gözəldir. Yox, siz ləhcəyə görə mənlə dalaşmadınız. Siz mənlə kofeyə görə dalaşdınız. Az bir dəqiqə nə kofesi, bir dəqiqə imkan ver. Çünki kofe satdığınıza görə mənlə dalaşdınız. Mən kofe qələt eləmişəm, nəslimlə satmışam. Bu Hələ sözü də mən buradan satırsınız deyirəm. ya. Amma sizin Siz indi niyə qaydanız satırsınız? məndə var. Mən qələt Yox, indi niyə etdim, satırsınız kofe? Ay bacım, mən reklamçı olmuşam. Buna görə də qanuna cavab vermişəm. Getmişəm, çağırılmışam, getmişəm, sübutlarımı da göstərmişəm və Hələ mən də satırsınız da. Düzdür. Onda nə Siz istəyirsiniz satın xanım, məndən? mən satmıram. Siz satmırsınız, hə? Başa düşdüm. Buna görə də kayıt almışam, buna görə də sizi məhkəməyə verəcəm şəxsən. Hə, verin də mənim məhkəmə. Yox, indi siz fikriniz mənim qırğınıma siz niyə gəlmisiniz? Dəvə xanım, oldu, sağ olun. Mənim adım orada məni hallandı üçüncü xanım kimdir? Sizin adınızı çəkən oldu. Siz niyə üstünüzə götürürsünüz ki? Demək yiyəsiz Aslında sizə deyir. mənim adımı bundan belə indi izləyəcəm. Mənim adım yazılarsa bu çatda, bayaqdan olsa yazılıb atıblar mənə. Dəvə xanım, Yazılanları fikrinizi bildirdiniz, bildirməsin. başqa sözünüz yoxdur da məncə. Orxan bəy, çox sağ olun. Sağ olun, sağ olun. Sağ olun. Orxan bəy, bax, yenə də deyirəm, bu xanımla başladı söhbət, bu xanımla başladı söhbət, bu şayə ilə başladı söhbət, bu aşka mənnun, bu oxuyanın adını, onu ilə başladı söhbət. Bax, özü də deyir ki, mən pul təklif eləmişəm ki, Arzun adına Arzun ad gününə getməsin, bax, öz dili ilə dedi. Arzun ad gününə getməsin və belə bir, bilmirəm bu nədir, nöş bu qısqanclıqdır, neyin şeyidir, bilmirəm. Birinci o xanım başladı, sonra bir yayıncı var, ikinci o başladı. İndi də həmən o söhbətləri bu xanım deyir. Yəni üçünün də üçü ilə bağlı eyni hekayəni danışmaq. Yəqin bunlar üçü də bir arada eyni kinoya baxırlar. Bu qədər. Kinoya baxırıq da Arzu xanım. Niyə? Bəli. Siz üçünüz də eyni kinoya baxırsınız. Baxmışıq. Yaxşı eləmisiniz. Baxmırsınız. Qoy onda ondan sonra vəkil Yusif bəy, Orxan bəy kayıtlara baxsın, onlar öz dəyərlərini bildirsinlər. Mənim köynədə Şəhlə ilə olan söhbətimdə bəli olub, bizim qırğınımız olub, söhbətimiz olub keçib. Ondan sonra bu şayələr, amma mən Şəhləyə heç vaxt cavab verməmişəm. Qəti bu tezə söhbətlərdə cavab verməmişəm. Deyiblər, Arzun çəkindiyi var, ona görə verməmişəm. Xeyr, mən sadəcə o qız qadınla oturub heç bir dəfə həyatda görməmişəm o qadını. Ona görə onu mən özümə bir şey kimi görməmişəm. Buradan almışam, buradan buraxmışam. Parkovda gördük də Şəhlanı. Niyə yalan danışırsan? Harda mən oyun oturub çörək yemişəm. Yeməmsən, amma görmüsən də. Yolun o başında gedib keçibsə mən onu həyatda deyirəm, oturub çörək yeməmişəm. Yeməmsən, amma görmüsən də, deyirsən Hə, görmüsən. yolun qırağından keçibsə o deməkdir ki, mən çörəkdən danışam. Yəni çörəyi paylaşmamışam, o anlamda deyirəm. Yəni mən ona həyatda yaxınlığım olmayıb, çörəyi paylaşmamışıq, hardasa oturmamışıq. Yəni elə bir yaxınlığım olmayıb. Arzu xanım da hal-hazırda sizin bax bu Müjgan Bəli. xanımdan Namiq müəllim şikayət edib də. Bəli. Yəni sizin Müjgan xanım deyir ki, sizin yəni təkidinizlə Namiq müəllim şikayət edib. Yəni onunla bu məsələnin bir yoluna qoyulması, şikayətin geri çəkilməsi üçün bir imkan var. Valla məndən sual verildi ki, izahat verərsən o haqda, dedim bəli verərəm. Və mən verməyə də hazıram. Əgər buradan məni eşidirlərsə, bu o şikayət bağlı. Mən sevə-sevə şikayət onun qarşılıq cavab verərəm. Çünki o şeydə mənim də şərəf və layiqəm alçaldılır. Və bu açıq aydındır. Günü bu gündə yenə də deyirəm, mənim yoldaşımla danışmamaq səbəbim Müjgandır.
Müjganın ortaya belə şayələr yaymaqdır. Mənim şərəf və layiqətimi alçaldmaqdır. Ailənin boşanmağına səbəb olub. Boşanmadan danışmarıq. Yenə də deyirəm, kayıtlara baxarsınız, ondan sonra qurban olum dəyərləndirərsiniz. Və sonra deyərsiniz ki, haqlısan ya haqlısın. Yenə də deyirəm, nəsə deyə bilər. Amma orada çox ağır söhbətlər var. Orada mənim qızım da aradadır və deyir ki, otağa girdi, otaqda pomada belə oldu, elə oldu. Yəni açıq aydın o kişi xeylağından açıq aydın adı ilə deyir orada. Və bunun kaydı var. Yenə deyirəm, WhatsAppda çıxandan sonra mən sizə atım, baxın. Yəni burada o deyir, mən deməmişəm. Orada kino söhbəti olmayıb. Hələ bir kayıt belə yetərlidir. Və o bir kayıtla gedib şikayət olunub. Ay Arzu xanım, siz özünüz də Namiq bəylə olan şəklimizi storinizdə paylaşmışdınız da, düzdür? Siz niyə paylaşdın? Bax. Bəli, çünki siz orada... Bəli, bəs mən onu bir Orxan bəy dedim, onda Vəkil bəy də yox idi. Siz dediniz ki, dayanın, mən indi açım töküm, baxın, mən sizə sübut eləyim, baxın, indi mən şəkli tapım, şəkil silinib, şəkli necə bərpa eləyə bilərəm, şəkli necə taparam. Hələ bir ki, elə bir faciəli bir hadisə olub, orada naibə də bizinə olub. Hələ bir pis hadisə olub ki, elə bir pozğunluq olub ki, dedim, sən şəkili niyə axtarırsan, mən story'yə qoyum. Götürdüm story'də şəkili paylaşdım və bunu bildirdim ki, yəni mənim bir eybim yoxdur. Buyurun şəkili götürüb paylaşıram. Bax Allah şahididir buradakilər. Yəni onu elə bir tragediya halda canlı yayına bildirdi ki, sən əxlaqsızlıq eləyirsən, sənin indi zibilbi mən ortaya getirirəm. Bax bunu canlı yayında səsləndirdi. Müjgan xanım, siz o şəkili niyə axtarırdınız ki, yəni belə Arzu xanım deyir ki, siz onun üstü bir canfəşanlığını araşdırmışsınız da, yəni axtarmışsınız həmin şəkili. Yəni siz niyə axtarmışsınız o şəkili? Mən biləndə ki, Namiq bəy məni şikayət edib. Mən demişəm ki, Namiq bəylə mənim şəklim var. Mənim çatıma yazdılar ki, ola bilməz, o yan bu yan. Dedim ki, bəs telefondan silinmiş şəkilləri necə bərpa etmək olar? Dedim, axı var, yayda biz çəkdirmişik, hətta paylaşmışıq. Elə olmadı, vallahi elə olmadı. Bax, belə dedi ki, qaça-qaça gəldi. Bax, onun kaydı var. Gözlüyüm, mən də indi açım, töküm hər şeyi. Baxın, mən indi hər şeyi açım, töküm, baxın. Və açdı telefonunu, bax Allah şahididirlər burada. Nurjeli çatdan sənə haqq verən burada yoxdur. Açdıca, bax bunun kaydı var, açdıca. Gözlüyü mən indi sizə sübut eləyəcəm. Görüm onda mən də sənin şeyləri açım töküm, sən də bax. Pisiz bir şəkildir. Yəni açıb gəndə ki, Müjgan evlidir, əri türmədə. Niyə danış? Bax, Yusuf bəy sənə bir sual verdi. Niyə elə tragediya halda sən onu canlı yayında bildirirsən ki, güya bunun bir eybi var. Axtardın, proqram yüklədin telefonva ki, mən necə tapa bilərəm, necə tapa bilərəm, güya mənim eybim var. Əgər mənim o şəkilində əlimdə olmasaydı, məni izləyicilərin bəzilərinin içinə şübhə yaranacaqdı ki, okey, Arzunun bunun onunla bəlkə bir eybi var, başa düşürsünüz. Bu mənim yoldaşıma çatır, mənim ailəmin qulağına çatır. Mən də götürdüm, qoydum sübut olaraq ki, bax şəkil bu söhbətdən gedir. Orada mənim qızım da var. Yəni sən mənim şərəf və layiqətimi belə alçaldıb insanların qəlbinə belə ləkə sala bilməzsən. Sən də ləkə sala bilməzsən. Şərəf layiqətdən məndə də var Arzu. Səhər canlı yayın açıb demisən ki, Müjganın qızı var, Müjganın əri var türmədədir. Hətta adını da çəkmişsən. Siz zəhmət olmasa kaydı atın. Mən orada sizə demişəm ki, siz beləsiz, siz eləsiz. Bəli, kaydına başlığına şəxsən sənin kaydının başına indi mən onu Orxan müəllimə də göndərərəm. Bəli, Orxan müəllimə atın. Orxan müəllimə görün mən sizin haqqında nəsə danışmışam. Bu dəqiqə göndərəm. İndi bax bu dəqiqə göndərəm. Bircə saniyə. Bir yağda bu dəqiqə göndərirsiniz. Göndərin də göndərib tutara bilmədim. Göndərəm. Səbirli. Arzu xanım, siz deyirsiniz ki, o sonradan şəkil tapdınız, qoydunuz ki, insanlar bilsin ki, bu şəkildə söhbət gedir. Başqa bir mövzu yoxdur burada. Ondan sonra Müjgan, yəni sonra nə baş verdi? Yəni Müjgan xanım tərəfindən ya bu məsələsi şəkli qoyandan sonra bizə bir fikir bildirildi mi, yoxsa başqa bir hansısa bir şəklin qoy mən sizə deyim də. Ondan sonra o içində qaldı ki, mən nəsə eləyə bilmədim. Başa düşürsünüz? Çünki o əslində o söhbətdə o bilirsiniz necə bildirir. Deyir ki, girdi otağa, otaqda bez pomadası yayılmışdı, belə bir şayə yaydı ortaya. Sonra dedi ki, şəkil var, subut var, belə var. O şəkili şey eləyirdi. Sonra mən getirdim şəkili subutla göstərdim ki, şəkil bax budur. Orada qızım da olub, bu da olub. Yəni bax vəziyyət budur. Sonra o gördü ki, o alınmır, verdi geri. Yəni sizin o şəkili qoymağınızdan sonra belə bir iddia oldu mu ki, məsələn bu şəkil yox, başqa bir şəkil var. Yox. Bu mövzu burada bağlandı da şəkili paylaşan kimi. Bəli. Ondan sonra bəli, ilk öncə başqa cür yönətdi şəkli ki, güya bir eyibdir deyə, güya bir tragediya bir şeydir deyə. Sonra ki, o mən şəkili paylaşdıqdan sonra dedim, sən əgər bu qədər axtarışa verirsən, insanların içinə belə ki, hamı deyir ki, paylaş.
Mən də getdim öz qaleriyama baxdım, tapdım, paylaşdım. Ondan sonra tamam söhbəti fırlatdı. Bax belə bir söhbət oldu. Demək belə bizim belə bir sualımız olacaq Müjgan xanıma da. Yəni sizin dediyinizə görə həmin siz orada qızınız da olub da, həmin o şəkil. Bəli. Yəni çəkilən. Müjgan xanım yəni bu şəkili niyə belə böyük bir şeymiş kimi təqdim edib? Yəni Müjgan xanım siz buradan nə görürdünüz ki, bunun məsələn belə xüsusilə təqdim edirsiniz həmin şəkili? Orxan müəllimə mən bir kaydı göndərdim. O ərim haqqında göy uşağın olmağı, göy bacımın əri ilə qaçmışam söhbətində. İndi mən onu tapıb göndərəcəm. Burada heç nə yoxdur. Bir saniyə o birsə kaydı da göndərəcəm. Bir kaydı yayından ardın sizə WhatsApp. O həmən o Orxan bəy o kayddır ki, hansı ki mən dedim, dünən mənim evimdə söhbət yarandı. Mən girdim canlı yayına. Bax həmən o kaydı zaten səhifələrdə var. Dedim ki, artıq bura yığılmışam. Mənim şərait ləqətimi bu qədər alçalta bilməzsən sən. Mən həmən kaydı da sizə göndərəcəm. Bax indi atdığı həmən o kaydı. Ayrılmalıyam. İlk dəfə Arzu xanım icazə verin də yayından çıxıram. Bir dənə mən o kaydı təşkil edeyim, 2 dəqiqə qayıdıram yayına. Hə, həmən bu sizin gördüyünüz Orxan bəy kayd, həmən o kayddır ki, dünən mənim partlayışım oldu. Yəni özümdən çıxmaq səbəbim bax o kayd oldu. Çünki uca gördüm ki, bu belə pamada, zat söhbəti eləyir, evdə söhbəti yarandı. Dedim uca dözə bilmirəm. Girdim canlı Pamada yayına. nə məsələdir ki, başa düşmürəm. Pamada. Yəni yalandan deyir ki, Gökhan pamada ilə girdi, dodaq elə yayılmışdı. Sonra qız, yəni əməlli başlı şayə. Şayə, mən sizə dediyim kimi şayə. Yəni elə bir məni elə şeyə getirir ki, güya mən gizli nəsə eləyirəm. Yəni belə bir şayə getirdi orta. Mən də girdim canlı yayına. Bax bu qədər şeylər var. Siz necə nə bilim məhkəməyə verməmisiniz, yəni Müjganı? Bax mən yenə də deyirəm. Dedim ki, imamam dedi ki, lazımdır. O da tek qadındır. Olub keçib lazımdır. Pis olurdum. Allah haqq. Çünki mən o insandan çörəyi paylaşmışam. Dedim eybi yox, olar. Uca gördüm ki, o deyir. Dünən partladım ki, sən mənim üçün ağlayan adam idin, pis olmuşdum. Sən indi məni niyə yıxıb sürüyürsən, barışmadım deyə. Bax belə. Müjgan xanım da deyir ki, belə deyir, Arzu xanım birbaşa məni məhkəməyə və yaxud da hüquq orqanlarına şikayət etməsə də, Namiq müəllim vasitəsilə bunu edir. Arzu xanım, Müjgan xanım da belə iddia edir ki, yəni bu Arzu xanımın təkidi ilə olub, yəni həmin şikayət. Yəni birbaşa öz etməsə də Namiq müəllim onun təkidi ilə edib bu şikayət. Yəni o da sosial insandır da, yəni onun da qulağına gedir, çatır. Yəni bu kayıtlar sadəcə mənə çox maraqlı bunda mən Müjgan xanıma sualı verdim. Yəni çıxdı, yarın çıxındı qayıdacaq. Yəni siz də o şəkildə sizin qızınız da var. Yəni burada qeyri-adi bir şey yoxdur. Müjgan xanım bu şəkili niyə belə, yəni böyük bir iş kimi təqdim edib ki, yəni burada qeyri-adi bir şey varmış kimi təqdim edib. O sual mənə maraqlı idi. Məni nüfusdan salmaq üçün. Ay Yusuf bəy, yox, biz necədir? Bu nə qədər bunu məsələn iddia eləsə də sizin barənizdə başqa bir işdə, yəni əməlləri həmin şəkillə bağlı əvvəl-axır şəkli qoyacaqsınız da və hamı görəcək ki, belə deyil, elə deyil, belədir. Bunu insanlar görəcəklər. Yəni bu mənim ona görə maraqlıdır ki, o şəkil ətrafında belə danışanda, yəni nəyi nəzərdə tuturdu, nə məqsədlə, yəni bu şəkil, yəni söhbət odur ki, biz xəyanət söhbəti var, aldatmaq söhbəti var, yoldaşına belə eləyir. Bax belə bir söhbətlər eləyir. Biz söhbət də bu da o kinonu məsəl getirir. Bu da deyir ki, mən özünə Bəşir adı verir. O kinoda Bəşqa Memnundakı. Deyir mən Bəşirəm, yəni mən şahidəm. Biz belə bir şayə var da, yəni belə hadisə budur ki, ona görə kinola şey eləyir. Başa düşürsünüz? Bu da o kinodakı Bəşirdir. Hələ bir ki, kinonda oyuncunun adı Bəşirdir. Bu da həmən bu Bəşir rolunu oynayır və bu ilə açıb başlayır elə nüfusdan salmaq üçün belə şayələr yaymağa. Aydın. Siz ümumiyyətlə o belə bir sual getdiyi, yəni o Namiq müəllimin mahnısını qoyub da fonun arxasında Müjgan xanım bildirdi ki, bu avtomatik bir şey idi. Yəni mahnılar gəlirdi. Bu mahnı da onlardan biri idi. Yəni bu mahnına dəfələrlə təkrarlanıyor. Bəli, dəfələrlə, təbii ki. Bir Aşqa Məmnun mahnısıdır, bir də o həmən o çəkdiyiniz şəxsin o kişinin mahnısıdır. Dəfələrlə eyni şeyi və hər gün təkrarlanır Yusuf bəy. Hər gün. İkinci sualda bu olmalıdır Müjgan xanıma ki, niyə görə əgər bu avtomatik mahnılar dəyişirsə, niyə görə məhz həmin mahnını ard-arda qoyub? Yəni bax bu sual var. Mən də onu deyirəm də. Özdə yenə deyirəm, bir kinoya bir dəfə baxarsınız da, düzdür Yusuf bəy. Siz kinoda hər gün canlı yayında eyni hekayəni danışmazsınız ki, qurbansa. Hər gün eyni şeyi danışmazsınız ki. Düzdür. Yəni bu bir gün deyil. Bu yenə də deyirəm, bir həftədən çoxdur. Hələ bir yayın yoxdur ki, o yayın açdığında o söhbət olmasın.
Məni başa düşə bilirsiniz? Nə olsun mənim adımı çəkmir. Amma bütün ekran kayıtlarda mənim üstümdə mənim adım gedir. Yəni Arzu xanım siz deyirsiniz ki, sizin adınızı çəkməksə daha hamı bilir ki, söhbət sizdən gedir. Bəli, bəli və bütün ekran kütlər, bütün kayıtlarının izləyicilər. hamısının üstündə. Yaxşı, biz siz belə deyək, Yusif bəy, məsəl üçün deyək ki, birinci bir kayıtda düzdür danışır, orada hamı çatda mənim adımı yazır da. Bu deyə bilməz ki, siz o xanımın adını niyə çəkirsiniz? Siz o xanımın adını buradan, o xanımla heç bir aidiyyatı yoxdur, düzdür? Təbii ki, yəni bildirmək olar ki, mən Bəli, bəli, ondan bunu yox, bir başqa dəfə bildirə adamdan bilərsən də. danışıram. Aysa. Aydındır, Yəni bu deyilir artıq günlərdir eyni şey getdikcə və yaxud bir gün, iki gün, ikinci gün sən kayıtları görürsən də kayıtların altında səni tağ eləyirlər. Yəni Nurjeli sən o deyə bilməzsən ki, canlı yayında siz orada kayıtlar eləyirsiniz, Arzunun üstünə tağ eləyirsiniz. Siz cəmaatın ailəsi var, cəmaatın uşaqları var. Siz belə şeylər eləməyin. Sabah uşaqları Elə Müjgan xanım gəlib də, elə bu salı özünə verək də. Yəni Müjgan xanım. Yəni, Yəni Arzu xanım da haqlı olaraq maraqlanır ki, yəni bu məsələlər müzakirə olunanda, yəni çatda yazırlar ki, Arzu xanımla söhbət gedir də. Siz niyə irad bildirdiniz ki, yəni mən o həmin Arzu xanımla və yaxud da ondan ümumiyyətlə söhbət getmir. Yəni bir iradınızı bildirirdiniz ümumiyyətlə həmin Mənim o çatımda çatda. ümumiyyətlə heç kəs Arzunun adını yaza bilmir, çünki ad filtrlənib. yazılır, yazılır. Adım sizə Yazılır. fərqli də olsun. Nöqtə ilə, zadla yazılır. Yaxşı, deyək ki, sizin çatınızda yazılmır Müjgan. Aha. Deyək ki, yazılmır. Yaxşı, siz yayıncısınız və bütün ekran kayıtlarınızdan xəbəriniz var, düzdür? 2 gün dalbaqal, bir dənə sözümü bitirim də nə olar? 2 gün ekran kayıtlarınızı dalbadal paylaşanda, kommentlərin altında sizi tağ edirlər, videolarda sizi tağ edirlər. Nurjeli bir gün canlı yayına girib deyəməzsiniz ki, eyibdir, cəmaatın adını tağ eləməyin. Mən o insanla çörəyi paylaşmışam, bir dəqiqə. Mən o insanla çörəyi paylaşmışam, onun 4 balası var, sabah balalarına problem yaradar, ailəsinə problem yaradar. Demişəm. Qızlar Dəfələrlə deyib. demişəm ki, kinolardan danışıram. Çat bilmirsən, siz bilmirsiniz ki, çat ara qatmağı sevir. Demişəm ki, söhbət Arzudan getmir. Mən kinodan danışıram. Çata baxın. Demişəm də ki, Arzu pirçoğum. Aydındır. Müjgan xanım, burada müzakirə olunan məsələlərdən biri də buydu ki, deməli siz bayaq bildirdiniz ki, həmin o Namiq müəllim mahnısı, yəni bu avtomatik olaraq mahnıda qoymusa, yəni dəyişə-dəyişə eyni zamanda onun mahnısı da gəlib. Biz Arzu xanımla bunu aydınlaşdırdıq. Arzu xanım deyir ki, siz onu ard-arda qoyardınız. Yəni eyni film, eyni mahnılar, bunları ard-arda qoyardınız. Mən o insanın fanatıyam. Sevirəm mahnılarını, qulaq asıram. Bu qanun pozuntusudur. Mən Yox, həmişə qulaq asmışam. Təbii ki, qulaq asma qanun pozuntusu deyil. Sadəcə bunu ard-arda qulaq asaraq bu məsələ ətrafında müzakirələr aparılması, yəni bu ona ilham vura bilər ki, yəni söhbət həmin bu mövzudan gedir də. Yəni insanlarda belə bir fikir yarada bilər və Arzu xanım da yəni bu məsələlərə görə düşünür ki, yəni siz onların barəsində danışırsınız. Deyir, eyni mahnını ard-arda qoyurdu. Yaxşı, indi siz o adamın fanatısınız belə deyək. Bu məsələlər müzakirə olundu, bitdi. Ondan sonra yenə də hər gün həmin mahnılara qulaq asmağa davam etmisiniz siz. Mən bu az əvvəl də həmən insanın mahnısına qulaq asmışam, rəqs eləmişəm. Mən Tarix Əliyevin də mahnısına qulaq asıram, Emil bəyin də mahnısına qulaq asıram o cümlədən. Yəni mənim musiqi duyumum budur. Sevirəm bu insanları, mahnılarını dinləyirəm. Yusif bəy, bir dənə olar sual verim sizə. Müğənnidirlər də sosial. Yaxşı, onu mən sizə bir dənə bax, o qədər gözəl bir dənə sual verəcəyəm. Və indi siz mənə deyin ki, bax sadəcə bir qıraqdan bir izləyici kimi. Hindiyənə qədər o iki xanım hansı ki bu haqda danışmış deyə həmən bu temanı onlar atmışdı da ortaya. Bəli. Həmən bu Aşka Memnunu niyə hindiyənə qədər Arzunun yanında olduğu müddət heç danışmamısan? Danışmamısan? Kinonu. Niyə hindiyənə qədər Arzunun yanında bir ildən çox olmusan? Niyə bir dəfə olsun hələ imalar etməmisən? Niyə bir dəfə olsun o qədər o kinonu sevirsənsə baxmamısan? Niyə Arzu ilə dalaşdıqdan sonra sənə yadıva düşüb ki, mən hələ bir kinonu sevmişəm? Bəlkə haqlı deyirəm Yusuf bəy? Düzdür, yəni məntiqlidir, belə deyək də. Mən də onun üçün bayaq o sual verdim ki, bu hadisələrdən sonra da mı hər gün Namiq müəllimə qulaq asır, yoxsa məhz bu hadisələrin müzakirə edildiyi ərəfədə, yəni bu mahnı və bu kinoya baxırdı. Mən də bu sualı bayaq yəni bir dolayı yolla verdim xanıma. İndi zəhmət olmasa özü cavablandırsın, hamımız üçün maraqlı olan bir sualdır da, belə deyək. Mən də Arzu xanıma sual verirəm. Arzu xanım, nə baş verdi ki, siz mənimlə aralaşdıqdan sonra Yapraq dökümünə baxmağa başladınız? Canlı Müjgan xanım, sən birinci Yusuf bəyə cavab ver, mən sizə cavabınızı verəcəm. Yəni belə deyək də, növbəli qaydada da bir sual, bir cavab, sonra növbəti sual, növbəti cavab. Nə bilim, Resko kinonu sevməyə başladım. Sevirəm o kinonu, hər gün baxıram.
Yaxşı. Sizin belə deyək də, həmin bu aranızdakı bu mübahisə ayın neçəsi, hansı günlərdə olub? Arzu xanım deyə bilərsiniz? Neçə gündür bu mübahisə var? Demək olar ki, qızlar nə qədər olar? Bir 10 gün olar. Əslində çoxdandır belə deyək. Aha, Əslində bir aydan bir 10 gün olar deyirsiniz də kulminasiya. yox, bir aydır bu söhbət var, bir aydır. Bir aydır bu söhbət var. Bir aydır mən bu insandan uzaqlaşmışam. Bir aydır var. Bir həftə, 10 gün başladı bu söhbətdən danışmağa. Danışmağa. Bir dənə sözümü bitirim, sonra siz danışın. Olar. Yusif Bey mənə sual verdi. Xahiş Bir-bir edirəm, danışaq. fikrini bölməyək, çünki bir danışaq ki, yəni fikirlər qarışmasın da, xahiş edirəm. Hə, bir ay bundan qabaq, bir aydır mən o insandan uzaqlaşmışam. Bir 10 gün bu söhbət oldu. Mən reaksiya vermədim. Heç bir reaksiya vermədim. Heç bir cavab vermədim. Ondan sonra bunda uca başladı peşmançılıq. Peşmançılıq nə? Ki arzu ilə əlaqəm yoxdur. Və sonra başladı biraz sakitləşməyə. Sakitləşdi. Sonra mənə barışıq mesajı yazdı. Ondan sonra barışıq olmadı deyə sonra yenə başladı. Bax, söhbət budur. Deməli, mənim əvvəl televizorum yox idi. Bir 10 gün olar ki, mən televizor almışam. Və mənim televizorum olmadığına görə mən kinolara çox baxa bilmirdim. Və televizora bir 10 gün olar ki, almışam. Elə ilk baxdım kinoda Yapraq dökümü oldu, Aşqa sürgün oldu. Televizor indi almışam, indi baxdım kinoda müzakirəsini aparmışam. Yəni əslində bu qədər sadədir. Amma Arzu xanım niyə bu Aşqı Məmnun kinosunu adı çəkilmədiyi halda öz üzərinə götürür vallahi? Adınız çəkilib də indi burada. Çəkilmədiyi halda xeyirsin. Burada indi şey eləmək lazımdır. Yəni Arzu xanım deyir ki, konkret kayıtlar vardı, ad çəkilən kayıtlar vardı. Bəli, kayıtlar vardı. Yəni yenə də deyirəm, bu insanın da kütləsi var da. Qurban olum Yusif Bey, Orxan Bey, çatır baxırsınız. Bu insanın da özünə görə kütləsi var. Nurjeli onun kütləsindən bir onu gəlib burada yaza bilmir ki, Müjdən haqlıdır. Hə? Bax sizə sual verirəm. Mənim kütləm nə qədər böyük olsa da, mənim kütləmin 5000-i və yaxud 10.000-i hamı məni sevmir. Gəl açıq danışaq. Mən düşünürəm ki, bunların arasında məni sevməyənlər də var. Amma məni bəlkə bu şeydə haqq verənlər var. Çünki bütün söhbətləri bilirlər. Və mən buna əminəm, mənim çatımda 10.000 nəfərin hamısı məni sevmir. Onun 5.000-i sevir, 5.000-i də sevmir. Nurjeli sizin canlı yayında sizdən gəlib bir onu 20'si 2000 yayınızda oturub 20'si gəlib yaza bilmir ki, Müjgan haqlıdır. Hə? Nurjeli bunu bu insanlar etmir. Mən bu qədər mi düzəm? Çünki insanlar görür kayıtları. İnsanlar deyir ki, sənin çörəyin dizindədir. Arzu sənə pis olmayıb. Sən niyə bu insanın ailəsinə belə problem yaradırsan? Ay Arzu xanım, sizin ailənizdə nə əcəb? Şəxsən sizin adınızı çəkərək ittihamlar irəli sürüləndə nə əcəb sizin ailənizdə söz-söhbət yaramırdı? Mən sizin adınızı çəkmədim halda söz-söhbət yaramırdı. Mən də sizə deyirəm ki, mən o xanımdan, o birinci xanımdan siz dediyiniz. Düzdür, gördünüz? Bax, mən sizin çatınızı görmürəm. Siz çatınızı yönədin bura, xanım. Çat yox, elə buradakı çatda yazdılar. Səhv eləmirəm. Müjdə xanım, bilirsiniz necədir? Bax, siz deyirsiniz ki, konkret sizin adınız çəkilməyib. Xeyr. Xanım da deyir ki, yəni adı çəkilən kayıtlar okeydir, təqdim edəcəm, baxarıq. Lap tutalım ki, adı çəkilmən kayda gələk də, belə deyək də. Siz danışırsınız və orada da Arzu xanım adı müzakirə olunur. Və bəlkə də həmin o kayıtları onun yoldaşına atırlar. Bəlkə də həmin kayıtları onun yoldaşına atırlar və yaxud da kimsə deyir ki, belə bir şey var idi. Həmin xanımın, Müjgan xanımın çatında Arzu xanım müzakirə olunurdu, ondan söhbət gedirdi. Yəni, mahnı qoyuldu, belə kinoya baxıldı falan və o da irad bildirmirdi. Yəni, bu da onu göstərir ki, bu Arzu xanımdan söhbət gedir. Yəni, bu müzakirə ola bilər də. Siz sadəcə olaraq o həmin kütlənin qarşısını almamağınız, o müzakirələrin qarşısını almamağınız. Yəni, alsaydınız, bugün sizə qarşı irəli sürmüş ittihamlardan azad olardınız ki, həmin vaxt o söhbət gedəndə mən yerindəcə o həmin o çatda yazanların dayandırdım ki, söhbət o deyil, başqa bir şeydir. Yəni, bugün bu ittihamlardan azad olardınız siz. Bilirsiniz, burada ekran kaydı eləyən səhifələrə mən hər hansı reaksiya bildirə bilmirəm. Və o cür ekran kaydı eləyən səhifələri mən təkrar paylaşım etmirəm. Çünki baxıram ki, videonun üstünə başqa başlıq yazılar. Misal üçün, mənim kinodan danışdığım ekran kaydının üstünə Arzu haqqında danışır yazılarını mən şəxsən təkrar paylaşım etmirəm. Çünki həqiqətən də mən orada Arzu haqqında danışmıram. Baxıram, deyirəm, bunlarda yəqin nəsə əqli çatışmamazlıq var. Buna görə də bu cür yazı ilə paylaşırlar.
Və yəni məsələnin arzu ilə əlaqəli olmadığına görə heç mən şəxsən onları təkrar paylaşım da etmirəm. Və dəfələrlə də canlı yayında demişəm ki, mən arzu haqqında danışmıram. Yaxşı, aydındır. Ümumiyyətlə bir dəfə belə olsun da, yəni mən demirəm ki, hər arzu ifadəsi işlərində də demişsiniz ki, arzun buraydı. Heç olmasa bu ekran kayıtlarımızın içində bir dəfə, iki dəfə olsa ən belə kiçik bir irad kimi bildirəsiniz ki, arzun bura aidiyyatı yoxdur. Belə bir video olub, yəni belə bir kayıt var əlimizdə, hansı ki, çatımıza ən azından bir nəfər bir irad bildirmişsiniz. Çatda yox, ekran kaydının altında arzunu etiket etmişdilər. Yazmışdım ki, arzu nə əlaqə? Bir dənə göstərin də onu. Onu göstərin ki, bu sizə qarşı olan şübhələr aradan qalxsın da, yəni. Bu sizə qarşı şübhə var. Nə bilim hansı birinin altında olub. Ay Orxan xanım, ay Arzu xanım. Bilirsiniz nə gəldi, Müjgan xanım. Bəli, yazmışam. Bugün tutalım ki, məsələndə sizin barənizdə bir şikayət var hüquq mühafizə orqanlarında. Siz gedib izah yazacaqsınız ki, belə olub, belə olub. Sonra iş tutam getdi, düşdü məhkəməyə. Yəni bu proseslərdə elə asan məsələ deyil. Polisə getmək, orada müəyyən bir vaxt sərf etmək, izahat yazmaq, sonra məhkəməyə getmək, 1 proses, 2 proses, 3 proses, 5 proses. Bunların axırı nə olacaq? Həyəcan keçirtmək, müəyyən məsuliyyət tədbirdə yarada bilər. Yəni mənim dediyim budur ki, əgər siz həqiqətən də belə bir dənə, 2 dənə kaydınız olsaydı, yəni bugün Arzu xanım qarşısına qoyardınız ki, Arzu xanım baxın, mən sizin heç bir düşmənçiliyim yoxdur, sizə heç bir prinsipim yoxdur. Bax, burada mən bildirmişəm. Mənim sizlə heç bir əlaqəm yoxdur. O zaman Arzu xanım da necə deyək, onda bir inam yarana bilər ki, doğrudan da ola bilər də bu insan bir 10 gündür başlayıb bu kino sevməyə və bu kinoya baxır və ya bu musiqini sevməyə başlayıb və yəni buna baxır. Yəni bu mənə aid deyil, mənə imalı olan bir şey deyil. Onu da düşünməyə yəni vadar edə bilər ki, Arzu xanım bugün düşünsün. Lakin bu Arzu xanımın qarşısına siz də belə bir şey qoya bilmirsiniz. O konkret öz bildiyinə inanır ki, siz həmin bu şeyləri, yəni onun barəsində deyirəm. Sizdə o konkret, yəni şübhəsiz 100% düşünür ki, siz bunu ona münasibət eləmisiniz. Siz onun qarşısına bir şey qoysanız ki, Arzu xanım sizin əlaqəli deyir, baxın bu bir soru, bu ikisi bu məsələ də burada yəni bitər. Mən yayına qoşulanda da dedim, bir daha səsləndirirəm. Mənim baxdığım kinoların, dinlədiyim mahnıların Arzu xanım ilə heç bir əlaqəsi yoxdur. Burada söhbət izləyici auditoriyasından gedir. Ara vuranlar çoxdur. Biz bir vaxtda Arzu xanımla yaxınlıq eləyirdik, dostluq eləyirdik. Bizim ayrılmamızı istəyənlər çox idi, ayırdılar. Ayrıldıqdan sonra da belə qalmasını istəmədilər. İstədilər ki, məsələ daha da çirkinləşsin və onu da bacardılar. Mən bir daha deyirəm ki, mənim baxdığım kinoların, dinlədiyim mahnıların nə Arzu xanım ilə, nə bir ailəsi ilə yaxından uzaqdan əlaqəsi yoxdur. Müjgan xanım, niyə ayırdılar? Nəyə görə ayırmalılar ki? Nədir ki, cəmaət üçün nə bilim? Mənə Arzuya layiq görmürdülər ki, Arzu hara, sən hara. Yəni ayırdılar, yoxsa Arzu özü ayrıldı? Bəlkə sən nəsə bir səhv elədin, ayrıldı. Mən səhv etmədim. Arzu sadəcə olaraq fitnəyə getdi. Mənə əvvəlki qədər mehriban davranmırdı. Yekixana tavırlar, münasibətlər bəsləyirdi. Mən də artıq münasibətdən soyudum, uzaqlaşdım. Arzu xanım, bu məsələ münasibətiniz necədir? Orxan bəy, söhbət, bax, yenə dedi, söhbət qaynatamla başlayıb. Qaynatam əldən getdi deyə. Qaynatam əldən getdi deyə bu mənim. Hamısı o papağın ucubatından oldu. Mən o papağı aldım. Nə oldusa o başına Üzr istəyirəm. Yəni, yenə də dediyim kimi, bu qaynatam söhbətindən sonra başladı ki, icazə qoymadıq ki, TikTok çəksilməyəm. Mən dedim ki, mən tanınıram da və belə video istəmirəm belə çəkilsin. Və bu da girdi canlı yayına, fırlatdı temanı, kütləni üstümə yönətdi. Ondan sonra bu qırğın başladı. Başqa ki, mən onu sosial şəbəkə ilə də elədmədim, amma mən ona WhatsApp-a şəxsiyə yazdım. Başqa heç bir şey. Yox, bax, bu ilə başladı. Arzu, bütün günah o papağın idi. Mənim heç bir günahım yox idi. Hamısını papaq elədim. Mən bilmədim belə olacaq. Hə, yəni mən papaq üzrə, mən yenə deyirəm, sosial şəbəkədə ona heç nə demədim. Mən ona şəxsdə yazdım ki, Müjgan, TikTok lazım deyil elə çəkmək. O da yaşlı başlı adamdır, indi o xaricidir, müasirdir, amma məni tanıyırlar. Sabah başlayacaqlar kommentlərin artığında artıq əsi yazmağa. Belə bir fikir bildirdim və bu səhv anlaşıldı onun üçün. Ondan sonra canlı yayında başladı biraz danışıq tərzini eləməyə. Mən də yazdım ki, sən ki səndə, mən ki məndə. Onun üstüne o başladı, mənim haqqımda başladı orada danışmağa. Mən uzaqlaşdım. Sən çox istəmirdin. Sən mənim də əvvəlki qədər çox istəmirdin. Mən bunu hiss edirdim.
O oje sənin hissinə bağlıdır, amma söhbət nə ilə başlayıb, bu ilə Məndən başlayıb. istəmirdim məni. Arzu xanım, yəni sizdə bir şey soruşum da. Baxın, Bəli, bu buyurun. Müjgan xanım indi belə deyək, bir balaca aramızda bir deyiş gülüş də oldu. Eyni zamanda da bu Müjgan xanım da bildirir ki, mən bu şeyləri nəzərdə tutmamışdım. Yəni həqiqəti mən hələ ki bilmirəm, necə deyirlər, siz əlavə kayıtlar var və s. və axır. Bəlkə də həqiqətdə bu hadisələr baş verir, bəlkə də siz nəzərdə tutulmusunuz və s. və axırda, yəni bu imalar olanda. Amma bu gün Müjgan xanımın tavrından görünür ki, Müjgan xanım yəni deyir ki, mən bunları eləməmişəm. Yəni bu məqsəd eləməmişəm. Hətta eləmiş olsa belə, bugün görünən budur ki, Müjgan xanım bu məsələnin üzərinə getmək istəmir. Yəni istəmir ki, bu skandal böyüsün. Danışıqlarından mən belə başa düşdüyümü deyirəm, amma yəni öz analiz edib nəticə çıxartdığımı deyirəm. Müjgan xanım istəmir ki, bəs skandal böyüsün. Çünki adətən olur belə mübahisələr olanda adam deyir ki, eləmişəm, yaxşı eləmişəm, sonuna qədər də gedəcəm və bu mübahisə ta gedir o vaxta qədər ki, məhkəmə yekun qərar verənəcək. Yəni Müjgan xanım yəni bugün görünür ki, bu məsələnin üzərinə getmir. Arzu xanım, mən sizi nəzərdə tutmamışdım və s. və axır. Deyirəm, ola bilərmi ki, siz bəlkə bir təşəbbüs göstərəsiz, bir Namiq müəllimlə bəlkə bir danışasınız, bu məsələnin yoluna qoyarsınız, tərəfləri bir barışdırasınız. Valla Yusif bəy, mən o haqda o insanın qarışa bilmərəm, o onun şəxsi işidir. Amma mən özümdən deyə bilərəm, yəni şikayətçi olmaq istəsəm gedib şikayət eləyərdim. Mən yenə də deyirəm, əgər istəsəydim eləyərdim, eləməmişəm. Niyə eləməmişəm? Tək qadın olduğu üçün. Demişəm təkdir, TikTokdan pulunu qazanır. Bax orada Müjgan xanım bildirir ki, güya mən səhifə açmışam. And ola Allaha mən səhifə zad açmamışam. Mən heç vaxt elə şey eləmərəm. Çünki mən o xarakterə olan insan deyiləm kimin üçünsə səhifə açım. Getsin araşdırsın. Bir şey var da Arzu xanım, bu məsələyə son qoymaq lazımdır ki, çünki siz o az öncə ağlayaraq bildirdiniz ki, mənim ailəmin vəziyyəti pisdir. Biz artıq yoldaşım. Mənim yenə də deyirəm, mənim yoldaşım məni ilə danışmır və mənim ailəmdə problem yaradıb. Yəni mən belə başa düşürəm ki, Müjgan xanımın da Yoldaşım bildirməsi tərəfindən ki, bloklayıb məni, bu söhbətlərə görə bloklayıb məni. Çünki onu da başa düşmüyorlar. O da yorulub. Arzu xanım biz necədir? Bax tutan bugün məsələn ortada hansısa bir razılaşma əldə olunsa, Müjgan xanım da rəsmi qaydada məsələni qeyd edə bilər ki, həqiqətən də bu şeylər olanda mən ümumiyyətlə Arzu xanımla danışmırdım. Sizin bu ailənizdə yaranan bu skandala da bu müsbət təsir edə bilər. Həmçinin siz belə deyək, indi o hansı formada onlar, nə bilim, video formatında mı belə bir qeyd olunub, yəni bir təqdim oluna bilər, bilmirəm. Yəni bu da məsələn sizin o yoldaşınıza təqdim oluna bilər ki, bax da bu xanım deyir ki, bu nəzərdə tutulmur. Bir də bu yanlış anlaşılma olub. Belə bir şey mən nəzərdə tutmamışam və bu şeyləri müzakirə edəndə də mən yəni Arzu xanımla söhbət belə gedə bilməzdi. Həm bu belə düşünürəm ki, sizin ailənizin aranızda o soyuqluğun aradan qaldırılmasına yəni gətirib çıxa bilər. Yusuf bəy, kayıtlarda iddiamlar çox böyüdüyə. Sağ olun. İddiamlar çox böyüdüyə kayıtlarda. Əgər ailədə yanlış anlaşılma olub, əgər ailədə yanlış anlaşılmaya səbəb olmuşamsa və münaqişə yaranıbsa, mən buna görə üzr istəyirəm. Mənim bu kaydımı yoldaşıva göndərərsən, mən heç vaxt istəmərəm ki, ailə mənim üçün müqəddəsdir. Mən heç vaxt istəmərəm ki, ailədə söz-söhbət olsun. Həqiqətən, əgər mən sənin qəlbivə dəymişəmsə və ailədə söz-söhbətə səbəb olmuşamsa, üzrlü sayı. Yəni bilərəkdən etməmişəm. Üzr istəyirəm bunun üçün. Məndən də üzr istəmək özdə bir böyüklük əlamətidir təbii ki. Allah köməyin olsun. Heç bir şey deyə bilmərəm. Məndən də yaşda 2 yaşda 2 barəm. Amma Arzu xanım, ya sizin bayaqki danışınızdan mən dediniz ki, yəni mənə çağırsalar gedəcəm, necə lazımdır, izahımı da verəcəm. Çünki bu adam mənə əziyyət verir bu əməlləri ilə və s. və axır. Yəni sizin danışınızdan da belə görünür ki, yəni sizin də müəyyən təsir etmə imkanlarınız var da. Yəni əgər belə bir imkanlarınız varsa, indi xanım da üzrünü də istədi. Yəni Yusuf bəy, belə deyim də, bax mən 17 ildə ailəliyəm. Mənim indiyənə qədər belə problemim olmamışdı. Mənim ilk dəfədir ki, bir dəqiqə sözüm, ilk dəfədir ki, mənim ailəmdə belə bir problem yarandı. And ola Allaha. Yəni mənim yoldaşım mənə o qədər güvənir, o qədər şeylər. Prosta yenə deyirəm, insan bir dəfə bir şey deyə bilər, 2 dəfə deyə bilər. Yəni onun da qabağına çıxır. Sosial представьте, o canlıyı açmayan adamdır da. Arada hindi canlı yayını açırdı ki, dili öyrənmək üçün, danışmaq üçün. Onun çatına girirəm və oxuduqlarım yəni məni məndən alır. Siz bir dənə o canlı açsın, siz onun girin kommentlərinə baxın. Bu insanlarda nədən yaranır? Qarşı tərəflər belə söhbət ortaya atanda, belə bir söhbətlər deyəndə insanların qəlbinə, ürəyinə bir söz düşür. Və təbii ki,
bir dəfə, iki dəfə o şübhə yaranır. Ki, nöş belə oldu, niyə belə oldu? Və günü bu gündə bu mənə problem yaranıb. Arzu xanım, gəlin belə bir fikir irəli sürüm də sizin üçün də. Bax, adətən tərəflər biri digərinə mübahisə eləyəndə bax belə bir söz, hansısa bir artıq sözün danışılması məsələsi müzakirə olunanda biri tərəf digər tərəfi məhkəməyə verəndə əsas məqsəd olur ki, qarşı tərəf ondan üzr istəsin. Təsəvvür edin, aylarla məhkəmə gedir və aylarla məhkəmənin axırında bir tərəf digər tərəfdən üzr istəyir və burada da məsələn bağlayırlar, gedir. Yəni siz təsəvvür edin, aylarla çəkəcəyi məhkəmə prosesinin nəticəsində və qarşı tərəf üzr istəmə prosesi görün nə boyda bir əziyyətli bir işdir. Biz tutalım ki, burada 1-2 saat bir şey müzakirə elədik və nəticədə xanım da sizdən üzr istədi. Yəni Yusuf bəy, mən bir yağ valla siz burada olmayanda Orxan bəyə də dedim. Orxan bəy dedim ki, mən nə üzr istəyirəm, nə şey istəyirəm. İstəsəydim zaten gedərdim arxasıca. Mən sadəcə bir dənə istəyirəm ki, bu haqda mənim haqqımda, mənim qapıma böhtan atmasın. Belə bir ekran kayıtları yaranmasın. Allah haqqı mən